Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyən. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsindən olan Newtonun birinci qanunu mövzusu ilə tanış olaq. Gəlin başlayaq. Birinci slaydda deyilir ki, Nəzrin doğru mu cavab verdi? Ətalət nədir? Balaca Arif bacısı Nəzrinlə nahar etməyə hazırlaşırdı. O şorba dolu qabı irəli dartdıqda, onun qarşısında saxladıqda şorbanı dağıtdı. Nəzrin niyə qabı dartdıqda şorba onun bir kənarından, saxladıqda isə digər kənarından töküldü deyə Arif bacısından soruşdu. Şorba öz ətaləti ilə töküldü, Nəzrin cavab verdi. Demək, biz bu dərsdə ətalət haqqında geniş məlumat alacağıq və öyrənəcəyik ki, nəyə görə belə hal baş verir. Digər şəkildə də deyilir ki, nəqliyyat hissələrində oturacaq nəyə lazımdır? Çünki biz bilirik ki, nəqliyyat zamanı həm tormozlanma, həm də sürətlənmə hadisələri baş verə bilər. Bu zaman oturacaq ona görə lazımdır ki, təhlükəsizlik məqsədinə, yəni sərnişinlər bir yerdə qala bilsinlər. Sürət qatarı yerindən tərpəndikdə sərnişinlər hansı tərəfə gedirlər? Yerindən tərpənən zaman yəqin ki, müşahidə etmişsiniz. Bu zaman qatar sürətlənir. Qatar sürətlənən zaman isə biz sərnişin olaraq arxaya doğru hərəkət edirik. Amma sürətini azaldan zaman isə, yəni tormozlanan zaman isə biz önə doğru hərəkət edirik. Ona görə də burada çanta önə tərəf hərəkət edərək aşacaq. Biz əvvəlki dərslərimizdə öyrəndik ki, cismə eyni istiqamət, eyni ölçüdə, eyni qiymətdə və əks istiqamətli qüvvələr təsir edirsə, bunlara tarazlaşmış qüvvələr deyilir. Və əgər cismə eyni istiqamətdə, eyni zamanda əks istiqamətdə və eyni ölçüdə qüvvələr təsir edərsə, əvəzləyici qüvvə sıfıra bərabər olacaq. Cismə təsir edən əvəzləyici qüvvə sıfıra bərabər olduqda, yəni tarazlaşmış qüvvələr təsir göstərdikdə cisim hərəkət etmir. Burada da görürsünüz. Tarazlaşmamış qüvvələr əks istiqamətə təsir edən qüvvələrdir. Lakin bu qüvvələrdən biri digərindən böyük olur. Yəni bu qüvvələr bir-birinə bərabər olunur. Məsəl üçün burada da görürsünüz ki, fərqli-fərqli qüvvələrdir və fərqli müəyyən bir qiymət alır. Tarazlaşmamış qüvvələrin təsiri altında cisim sürətini artıra bilər, azalda bilər, istiqamətini dəyişə bilər, hətta dayana da bilər. Şəkildə təsir göstərən qüvvələr bərabər olmadığından maşın sola doğru gedir. Yəni cisim artıq burada, yəni maşın sükunətdə qalmayacaq. Şəkildə göstərilən qüvvələr bərabər olmadığından velosiped önə doğru hərəkət edir. Newton birinci qanunu. Cisim hərəkət edirsə, onu dayandırmaq üçün, sükunətdə olduqda isə hərəkət etdirmək üçün qüvvə tətbiq edilir. Qüvvə mövzusundan bilirik ki, cisimlər hərəkət istiqamətini dəyişmək üçün ona qüvvə təsir edilməlidir. Deməli, cismə qüvvə tətbiq olunmasa, o əvvəlki vəziyyətində qalacaq. Bəzi hallarda isə cismə bir neçə qüvvə təsir edir. Ancaq qüvvələrin əvəzləyicisi sıfıra bərabər olur. Bu halda da cismin sükunət halı düzxətli bərabər sürətli hərəkəti dəyişmir. Yəni, cismə qüvvə təsir etmədikdə, əgər o sükunətdədirsə, sükunətdə qalır. Əgər düzxətli bərabər sürətli hərəkət edirsə, düzxətli bərabər sürətli edir. Newton birinci qanununda dedik ki, belə bir nəticə çıxarda bilərik ki, sükunətdəki cisim sükunətdə qalacaq. Əgər cismə başqa cisimlər təsir etmirsə, həmçinin düzxətli bərabər sürətli hərəkət edirsə, öz hərəkət halını davam etdirəcək. Həmçinin bu zaman dedik ki, əvəzləyici qüvvələr də bərabər olmalıdır ki, bu cisim sükunət halını saxlasın, həmçinin düzxətli bərabər sürətli hərəkət halını davam etdirsin. Əgər qüvvələr bir-birinə tarazlaşdırmırsa, yəni bir-birinə bərabər deyilsə və əvəzləyici qüvvə də sıfıra bərabər deyilsə, sükunətdəki cisim hərəkət edəcək. Düzxətli bərabər sürətli hərəkət edən cisim isə sürəti qiymətcə həm artırıb, həm azaldacaq, həmçinin istiqamətini dəyişəcək. Cismə hər hansı qüvvə təsir etmədikdə və tarazlaşmış qüvvələr təsir etdikdə Newtonun birinci qanunu təsvir olunur. Newtonun birinci qanunu cisim sükunətdədirsə, sükunətdə qalır. Düzxətli bərabər sürətli hərəkət edirsə, düzxətli bərabər sürətli hərəkət halını davam etdirir.
Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismə qüvvə təsir etdiyini hansı anlayışdan istifadə edərək əsaslandırmaq olar? Çünki çevrə üzrə bərabər sürətlə hərəkətdə dedik ki, cisim cisim istiqamətini dəyişir və nəticədə ona müəyyən qüvvə təsir etdiyini deyə bilərik. Və burada qüvvələr yəqin ki, bir-birini tarazlaşdırmır. Belə bir sual verilir ki, dronun yerdəyişməyə görə sürəti sabitdirsə, ona təsir edən qüvvələr haqqında nə nəticəyə gəlir? Yerdəyişməyə görə sürətin sabit olduğunu biz keçən ki, yəni 7-ci sinifdə öyrənmişik. Biz bilirik yerdəyişməyə görə sürət sabit olduğu zaman sürət həm qiymətcə, həm də istiqamətcə dəyişmir. Və buna görə də deyə bilərik Newtonun birinci qanununa görə ki, bu zaman qüvvələr bir-birini tarazlaşdırır, yəni yekun əvəzdəyici sıfıra bərabər. Cismi qüvvə təsir etmədikdə onun sükunət halını və sürətinin qiymət və istiqamətini saxlaması ətalətdir. Məsəl üçün, avtomobilin yük yerindəki qutu yerinə bağlamazsa, avtomobil hərəkət başladıqda yerə düşər. Ayağı maneəyə ilişən piyada irəliyə tərəf yıxılır. Avtobus sola döndükdə sərnişinlər sağa döndükdə isə sola tərəf əyilirlər. Hər üç hadisədə oxşar cəhət var. Çünki hər bir halda cisimlər öz əvvəlki vəziyyətini saxlamağa çalışırlar. Yəni, avtomobil hərəkət edir, yük əvvəlki yerində qalır, artıq dəstəksiz olduğu üçün yerə düşür. Piyada əvvəlki istiqamətini davam etdirmək istəyir və ona görə də irəliyə yıxılır. Həmçinin sərnişinlər də sola döndükdə əvvəlki istiqamətini hərəkət etməyə çalışır, sağa əyilirlər. Və bunda deyə bilərik ki, cisimlər başqa cisimlər təsir etmədikdə cisim sükunətdə qalır, yaxud düz xətli bərabər sürətlə hərəkət halını saxlar. Bu hadisə ətalət adlanır. Yuxarıdakı misalların hər birində cisimlərin ətalətliyi müşahidə olunur. Yəni, sükunətdə olan yükü hərəkətə gətirmək istədikdə, düz xətli bərabər sürətlə hərəkətdə piyadanın sürətini dəyişdikdə, düz xətli bərabər sürətlə hərəkət edən avtobusun hərəkət istiqamətini dəyişdikdə, oxşar halda bütün cisimlərdə müşahidə etmək olur, çünki bütün cisimlər ətalətə malikdir. Yəni, ətalət nəqliyyat vasitələrində təhlükəsizliyi təmin edir. Yəni, istəyir ki, əvvəlki vəziyyətini saxlasın cisimlər. Məsəl üçün, avtomobil anidə hərəkətə başlayanda biz görürük ki, sərnişinlər onun əksinə, hərəkətin əksinə doğru, yəni arxaya doğru gedir. Amma dayanan zaman, yəni tormozlanan zaman isə bu zaman sərnişinlər önə doğru gedir. Həmçinin avtomobil başqa avtomobillə toqquşanda da sürətini anidən azaltdıqda sürücünün irəliyə hərəkəti dərhal dayanmır. O ətalətə görə hərəkəti davam etdirir. Əgər təhlükəsizlik kəməri taxmayıbsa önə doğru hərəkət edərək maşının qabaq şüşəsi ilə toqquşaraq zədə alır. Ona görə də bu zaman cisimlərin ətalətli olduğuna görə hərəkətdə dəyişiklik baş verməsi üçün həmişə müəyyən zaman tədbir olunur. Məhz buna görə də belə hallarda təhlükəsizlik kəməri taxmaq vacibdir ki, bizi bəzi hallardan, yəni təhlükəli hallardan qorusun. Məsələn, maşın tormozlananda sərnişin adətən önə doğru hərəkət edir. Çünki əyləci sürtünmə qüvvəsi geriyə yönəlir və sərnişinə göstərilən qüvvə ilə sürtünmə qüvvəsi bir-birini tarazlaşdırır ki, sərnişin sükunətdə qala bilsin. Baxın, burada. Tormozlanan zaman sürücü ətalətli halını saxlamaq məqsədi ilə adətən önə doğru hərəkət edir. Bu adətən qəza zamanı daha çox müşahidə olunur və ağır yaralanmaya səbəb olur. Bunun qarşısını almaq məqsədi ilə mütləq sürücü təhlükəsizlik kəmərindən istifadə etməlidir. Məsələn, maşın sürətlə hərəkət etdiyi zaman sərnişinlər geriyə doğru hərəkət edir. Bu zaman mühərriyi dartı qüvvəsi önə doğru yönəlir və sərnişinə göstərilən qüvvə ilə dartı qüvvəsi bir-birini tarazlaşdırır və nəticədə sərnişin sükunətdə qala bilir. Palaz çırpan zaman biz palaza önündən geriyə doğru çubuqla vururuq, lakin onun üzərində toz çirkləri önə doğru hərəkət edir. Buna səbəb isə tozların öz sükunət halını, yəni ətalət halını saxlamaqdır. Ağacı möhkəm şəkildə silkələdiyimiz zaman biz onu öndən geriyə doğru zərbələr indiririk.
Lakin onun üzərindəki meyvələr, yarpaqlar aşağıya doğru hərəkət edir. Bu zaman da buna səbəb isə o yarpaqların və yaxud meyvələrin ətalət halını və sükunət hallarını saxlamasıdır. Cismin ətalətli ölçüsü kütlədir. Yəni, ətalətli cismin kütləsindən düz mütənasib asılıdır. Yəni, böyük kütləli cisim təbii ki, kiçik kütləli cisimdən daha ətalətli hesab olunur. Yəni, kütləsi böyük olan cismi hərəkətə gətirmək, qüvvə tətbiq etmək kiçik kütləli cismə nəzərən daha çətindir. Yəni, biz böyük kütləli cismi hərəkət etdirmək üçün daha böyük qüvvə tətbiq etməliyik. Oyuncaq maşın kiçik kütlə, yəni kiçik ətalətliyə malikdir. Buna görə də onu hərəkət etdirmək çox asandır. Amma böyük kütləli cisim böyük ətalətliyə malikdir. Ona görə onu irəliyə hərəkət etdirmək çətindir. Buradan belə nəticəyə gəldik ki, cismin ətalətliyi kütlə ilə düz mütənasibdir. Kütləsi böyük olanı hərəkət etdirmək üçün daha böyük qüvvə tələb olunur. Baxın, belə bir sual verilib. Antilopu ovlamaq istəyən şir onun arxasınca qaçır. Ona çatmağa az qaldıqda antilop sıçrayaraq istiqamətini dəyişir. Ətalət anlayışını istifadə edərək antilopun şikar olmaqdan necə xilas olduğunu izah edin. Əslində baxsaq, müqayisə etsək bunların kütlələrini görərik ki, şirin kütləsi antilopun kütləsindən böyükdür. Ona görə də antilop ani hərəkətlər edə bilir, yəni sürətini ani halda dəyişə bilir. Bu da ona səbəb olur ki, o daha böyük sürətlə hərəkət edərək şirin caynağından xilas ola bilir. Və nəticədə deyə bilərik ki, böyük kütləli cismə hərəkət etməsi nisbətən çətindir. Kiçik kütləli cismin müəyyən sürətə malik olması və tez bir zamanda hərəkət etməsi daha rahatdır. Belə bir sual verilmişdi ki, metal halqaya şəkildəki kimi eyni nazik iplər bağlanıb, ipi aşağıdan yavaş-yavaş dartdıqda yuxarıdakı ip qırılır. Amma ipi birdən dartdıqda aşağıdakı ip qırılır. Bu hadisənin səbəbini izah edin. Ümumiyyətlə biz baxsaq iplərə, yuxarıdakı ipə həm gərilmə qüvvəsi, həm də dartılma qüvvəsi təsir edir. Aşağıdakı ipə isə dartılma qüvvəsi təsir edir. Biz ipi yavaş-yavaş dartdığımız zaman görə bilərik ki, burada gərilmə qüvvəsi yuxarıdakı ipdə daha böyük olur. Yəni, gərilmə qüvvəsi aşağıdakına nəzərən daha çox artmış olur. Və nəticədə yuxarıdakı ip qırılır. Lakin yavaş-yavaş dartdığımız zaman isə bizdəki gərilmə qüvvəsi aşağıda çox olduğundan və nəticədə aşağıdan olaraq ip qırılır. 720 km sürətlə şərqi uçan təyyarədə masa üzərinin qoyulmuş stəkan hərəkətsiz vəziyyətlidir. Stəkana təsir edən qüvvələri dair hansı nəticəyə gəlmək olar? Əgər cisim sükunətdədirsə, hərəkət etmirsə, bu zaman onun əvəzləyici qüvvələri sıfıra bərabərdir. Yəni, cismə təsir edən qüvvələr bir-birini tarazlaşdırır və nəticədə əvəzləyici qüvvə sıfıra bərabərdir. Düzxətli bərabər sürətlə hərəkət edən qatarın dartı qüvvəsi məlumdursa, onun müqavimət qüvvəsi haqqında hansı nəticəyə gəlmək olur? Əgər cism düzxətli bərabər sürətlə hərəkət edirsə, biz bilirik ki, cismə təsir edən qüvvələr bir-birini tarazlaşdırır. Və nəticədə burada deyə bilərik ki, dartı qüvvəsi müqavimət qüvvəsinə bərabərdir, sadəcə istiqamətcə əksdirlər. Ətalət nədir? İki cismin ətalətini nəyə əsasən müqayisə etmək olur? Ətalətli halında cisim öz hərəkət halını saxlamasıdır. Burada velosipedçi qarşıya doğru, önə doğru hərəkət edir və o öz hərəkət halını saxlamaq üçün toqquşan zaman, müəyyən bir maneə ilə toqquşan zaman o nə tərəf yıxılır və ona görə də burada ətalətlik müşahidə. Əslində burada cisim ona sola tərəf təsir göstərirdi. Sadəcə cisimdə həmin qüvvə ilə öz qüvvəsini tarazlaşdırmaq üçün önə doğru hərəkət edir və nəticədə ətalətlik hadisəsi baş verir. Hansı halları izah etmək üçün Newtonun birinci qanunundan istifadə olunur? Adətən cisim sükunətdə olduqda və yaxud düzxətli bərabər sürətlə hərəkət etdikdə biz bu zaman Newtonun birinci qanunundan istifadə edirik. Hərəkət edən arabacığın üzərində kütlələri fərqli olan iki cisim var. Arabacığın birdən sürətini azaltsa, bu zaman cisimlərin hərəkəti bir-birindən necə fərqlənər?
zaman deyə bilərik ki, kütləsi kiçik olan cisim arabacıq üzərindən yerə dəyəcək. Amma kütləsi böyük olan cisim daha böyük ətalətliyə malik olduğundan onun üzərində qalacaq. Şəkildə təsvir olunmuş hadisəni. Əgər cisim, burada görürük ki, maşın tormozlanır. Maşın tormozlanan zaman, bu zaman əyləcin sürtünmə qüvvəsi arxaya doğru yönəlir. Amma bu zaman həmin sərnişin də, yəni sürücü bu sürtünmə qüvvəsini öz hərəkət halını tarazlaşdırmaq üçün önə tərəf hərəkət edir. Bu zaman nəticədə o önə tərəf hərəkət edərək öz ətalət halını, sükunət halını saxlamış olur. Newtonun birinci qanuna görə cismə qüvvə təsir etmirsə, o ya sükunətdə qalır, ya düz xətlə bərabər sürətlə hərəkət halını davam etdirir. İfadəsində yanlışlığı düzəldin. Birinci, cismə qüvvə təsir etmirsə və yaxud təsir edən qüvvələr əvəzləyicisi sıfıra bərabərdirsə və o sükunətdə olan cisim öz sükunətdə qalır. Əgər cisim düz xətlə bərabər sürətlə hərəkət edirsə, öz hərəkət halını saxlayır. Aşağıdakı ifadələrdən hansı doğrudur? Avtomobilin yola görə sürəti sabitdirsə, ona təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdir. Yola görə sürəti sabitdirsə, burada ancaq biz sürətin qiymətindən danışa bilərik. İstiqaməti haqqında heç vaxt deyə bilmərik ki, sabitliyi ödənilir. Amma yerdəyişməyə görə sürət sabitdirsə, burada sürət həm qiymətcə, həm istiqamətcə sabitdir. Bu zaman əvəzləyici qüvvə sıfıra bərabər olar. Cismə başqa cisimlər təsir etmirsə, o necə hərəkət edər? Bu zaman cisim ya sükunətdə qalar, ya da düz xətlə bərabər sürətlə hərəkət edir. Ona görə də cavab A və C olacaq. Deməli, biz bu dərsimizdə sizinlə Newtonun birinci qanunu tanış olduq və bu qanuna uyğun olaraq bəzi real hallara, hadisələrə baxdıq və müəyyən etdik ki, nəyə görə bu hallar Newtonun birinci qanunu əsasında ödənilir. Həmçinin biz Newtonun birinci qanununa dair bəzi tapşırıqlar etdik və tapşırıqlar sayəsində dərsini daha mükəmməl öyrəndik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.